Aşağıdaki cümleleri okuyun. Cümleleri şeirin bəndləri ilə uyğunlaşdırın. İndi burada birincidə deyilir ki, su olmasa kollar, güllər, ağaclar quruyar. Bu adi danışıq formasındadır. Buna nəsr deyirlər. Adi danışıq. İndi biz baxaq görək buna uyğun şeir forması hansıdır? Şeir forması isə nəzmdir. Su olmasa kollar, güllər, ağaclar quruyar. Baxırıq ki, eyni fikir burada da var. 3-cü bənddə. Su olmasa quruyar, kollar, güllər, ağaclar. Gün altında qovrular, çiçəklənən yamaçlar. Deməli, 3-ə uyğundur A. İkincini oxuyaq. Meşələr, dağlar, düzlər su ilə canlanır. Susuz nə okean, nə də dəniz olar. Baxaq görək, eynən bu tip fikir hansı bəndlərdir? Və həmin bəndlərdə elə bu sözlərə də rast gələcəyik. Diqqətlə baxırıq. Meşə, dağ, düz. Görürük ki, baxın, 4-cüdədir. Susuz qəlbsiyərdir, meşələr, dağlar, düzlər. Dünyamıza bəzəkdir, okeanlar, dənizlər. Bir də deyir. Susuz qəlbsiyərdir, meşələr, dağlar, düzlər. Dünyamıza bəzəkdir, okeanlar, dənizlər. Deməli, 4-cüyə hansı uyğundur? B uyğundur. Sonra burada baxın, okean və dəniz var. Burada da var okean, dəniz, meşə, dağ, düz. Burada da eyni ifadələr yer almışdır. Növbəti 3-cünü oxuyaq. Deməli, 4-cü oldu B. Keçdik 3-cünü oxuyuruq. 3-cü deyəndə C-ni oxuyuruq. Hər damla su bir möcüzə yaradır. Yağış yağanda hər tərəfdə çiçəklər açır. Baxırıq burada hansıdır? Möcüzə sözü var, damla su, çiçəklərin açması. Əslində burada şeirin nəsr formasına çevrilməsi ilə bir tərəfdən narazılığım var və bunu da qeyd etməliyəm. Deməli, buna uyğun nədir? Baxırıq, möcüzələr yaradır həyatda hər damla su. Bu hissəsi uyğundur. Hər damla su bir möcüzə yaradır. Çiçək olub açılır, yağışın hər damlası. Burada şeirdə deyilir ki, yağışın hər damlası çiçək olub açılır. Yəni burada yazılmalı idi ki, yağışın hər damlası çiçəyə çevrilir, çiçək kimi açılır. Amma burada yazılır ki, yağış yağanda hər tərəfdə çiçəklər açır. Düzdür, mənaca müəyyən qədər uyğunlaşma var, amma ən doğrusu belə olardı ki, yağışın hər damlası çiçək kimi açılır. Belə olsa daha yaxşı olardı. Çiçəyə çevrilib açılır. Deməli, 1-ə C uyğundur. D-ni oxuyuruq. Çaylar, göllər, bulaqlar dünyamızın bəzəyidir. Susuz balıqlar, balinalar yaşaya bilməz. Ürək balıq, balina, çay, göl. Bu ifadələr şeirdə hansı bəndədir? Baxırıq. İkincidə bir həyat çeşməsidir. Çaylar, göllər, bulaqlar. Su olmasa nə eləyər? Balinalar, balıqlar. Görürük ki, eyni ifadədir. Yəni ikinciyə də uyğun gəlir D.